Hədiyyə qutularında gizlənən risklər. Yeni il yaxınlaşdıqca mağazalarda uşaqlar üçün nəzərdə tutulan rəngarəng hədiyyə qutularının satışında artım müşahidə olunur. Bu qutular əsasən şirniyyatlar, şokoladlar, saqqızlar, peçenyelər və müxtəlif qəlyanaltılarla dolu olur. Lakin mütəxəssislər valideynləri ehtiyatlı olmağa çağırır. Belə ki, tərkibi, mənşəyi və saxlanma şəraiti bilinməyən qidalar uşaqların sağlamlığı üçün risk yarada bilər. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məsəti Hüseynova mövzu ilə bağlı 2 sahilə açıqlamasında bildirdi ki, yeni il qabağı valideynlər uşaqlarını sevindirmək üçün bəzən hazır qutularda öncədən hazırlanmış hədiyyələrə üstünlük verir. Burada diqqət olunacaq əsas məqamlardan biri odur ki, uşaqlar hər zaman yüksək risk qrupuna aid olan yaş kateqoriyasındadır və onların qəbul etdiyi qidalarda hər hansısa uyğunsuzluq olarsa, bu onlarda ciddi sağlamlıq riskləri yarada bilər. Bəzən istehsalçılar daha ucuz başa gəlsin, daha çox gəlir əldə etsinlər deyə ucuz, adətən tanınmış markaların adı ilə istehsal olunmuş, saxta, mənşəyi bəlli olmayan əksər məhsullarını bərbəzəkli qutuların içində maskalayaraq satışını həyata keçirir. Bir çox hallarda da həmin məhsullar aidiyyatı qurum tərəfindən nəzarətdən keçmiş olmur. Bəzən də bu məhsullar qarışıq şəkildə yığılır. Bu da onların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmaması deməkdir. Bu cür keyfiyyətsiz məhsullar uşaqlarda qida zəhərlənmələrinə, allergik reaksiyalara, eləcə də həzm, mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilər. Bəzi hallarda həmin hədiyyə qutularında son istifadə müddəti keçmiş məhsullar və ya istehsal tarixi ümumiyyətlə üzərində qeyd olunmayan məhsullar olur ki, bu məhsullar da zərərli və təhlükəli məhsullar qismindədir. Eləcə də cəlb edici olsun deyə içində daha xırda, keyfiyyətli sertifikatı olmayan, uşaq orqanizminə zərər verən boyalardan, materiallardan istifadə olunmuş oyuncaqlar var ki, bunlar da bir çox hallarda uşaqların ağır metallarla, eyni zamanda zərərli sintetik boyalarla zəhərlənməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, davamlı olaraq belə məhsullarla təmasda olmaq dəridə qıcıqlanmalara, allergiyaya səbəb olur. Bununla yanaşı, uzun müddət istifadə etdikdə bu məhsullar zəhərləyici təsirə malik ola bilər. Bəzi paketlənmiş qidaların tərkibində kimyəvi maddələr və ya çərəzlərdən istifadə olunur. Bir çox uşaqların çərəzlərə qarşı allergiyasının olmasına rast gəlinir. Qidaların üzərində bunların qeyd olunmaması allergiyası olan uşaqlar üçün risk yarada bilər. Hədiyyə qutularının etibarlılığı necə təmin olunmalıdır? Ekspertin sözlərinə görə, ümumiyyətlə uşaqlar üçün yeni il hədiyyəsi alınacaqsa, bu keyfiyyətli, mənşəyi bəlli olan və etibarlı istehsalçının məhsulu olmalıdır. Qutunun üzərində içindəki məhsulların siyahısı, onların tərkibi, istehsal tarixi, son istifadə müddəti göstərilməli, saxlanma şəraiti üstündə yazılmalı və temperatura uyğun şəkildə saxlanmalıdır. Günəş şüası altında temperaturu həddindən artıq yüksək olan yerdə saxlanmamalıdır. Əgər hədiyyə qutusunun içində oyuncaq varsa, bu qida ilə eyni paketdə olmamalıdır. Qutudakı məhsulların tərkibində həddindən artıq şəkərli şirniyyatların, doymuş və trans yağlardan istifadə olunan məhsulların olmamasından əmin olmaq lazımdır. Eləcə də çips, suxari kimi qəlyanaltılarda həddindən artıq çox duz və doymuş yağlar ola bilər. Bunlar da uşaqlarda hiperaktivlik, allergiya, mədə ağrısı, iştahsızlıq kimi bir çox fəsadlara yol aça bilər. Bunlarla yanaşı, əgər məhsulun rəngində, qoxusunda dəyişiklik varsa, həmin məhsulu istifadə edilməməlidir. Bəzən qida məhsulunun paketinin zədələnməsi ilə onun tərkibi dəyişə bilər. Bu da məhsulun keyfiyyətinin aşağı düşməsi deməkdir. Qida məhsulu alarkən bu məqamlara diqqət yetirməkdə fayda var. Kontenti hazırladı Qida Təhlükəsizliyi Hərəkatının video kontent koordinatoru Simuzər İsmailova.